Salam Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün Enso proyekti haqqında danışacağıq. İlk öncə Twitterlarına göz ataq. Artıq gördüyünüz kimi Binance, Bitget və ya Bybit kimi birjaların hamısı, hətta KuCoin-də, Gate.io-da bütün birjalar MEXC-sindən tutmuş hamısına qədər ekstradan Binance Wallet'da airdroplarını, bu proyektin airdropunu da verəcəyini açıqladı. Bundan öncə belə deyim, kimlər ki Ensonun airdropuna qoşulmuşdu, onlar baxın buradan Ensonu, yəni Enso dropları, yəni airdroplarını ala biləcək. Qısaca dostlarım, tokenin ümumi sayı 100 milyon ədəddir və hal-hazırda 20 milyon üzərində bazara çıxacaq token. Yəni tokenin artıq ümumi sayını bilirik nə qədərdir? 100 milyon ədəd və gördüyünüz kimi token artıq Binance-a göndərilib və ekstradan Gate.io birjasına göndərilib və təbii ki digər birjalara da dostlarım baxın buradan göndərilib. Çox ciddi bir proyektlə qarşı-qarşıyayıq və 5 saatdan sonra təkrardan deyirəm, Enso proyekti bazara çıxacaq dostlarım. İndi dostlarım, belə bir şey var. Keçən videoda da dediyim kimi, MrBeast bu proyekti izləməyə alıb və MrBeast-dəki dünyada ən çox kütləyə sahib olan bir insandır. Yəni YouTube-da 450 milyon izləyicisi var. Hər digər kanallarında 50 milyon, 60 milyon izləyicisi var. Yəni ki, MrBeast-in bu proyekti izləməyi həqiqi mənada bizlər üçün çox böyük ümid verir və ekstradan da Polychain şirkəti də baxın bu proyektə yatırım edib. Bunu yəni biləsiniz, bilməniz önəmlidir. Və bir də bunun fərqliliyi ondadır ki, digər artıq günümüzdə bilirsiniz, bazara çıxan hər bir valyuta 1 milyard və ya 3 milyard və ya 10 milyard sayla çıxır. Ancaq bu tokende bir yenilik görürük və ümumi bazara çıxacaq sayısı isə nə qədərdir? 100 milyon ədəddir. Bəli, sadəcə 100 milyon ədədlik bir tokenlə çıxır bazara. Yəqin ki, bundan artığı olmayacaq. Bu proyekt qısaca bizə necə bir ümid verə bilər və necə böyük qazanc verə bilər? Dostlarım, bu şəkildə verə bilər ki, MrBeast, yəni konkret olaraq bunun haqqında bir paylaşım etsə, hələ ki bu proyekti belə deyim, səndən, məndən və ya Binance-ın və ya Bitget'in istifadəçilərindən başqa, yəni çox da bilən yoxdur, başa düşdünüz. Proyektlər haçaq partlamağa başlayır, məşhur şəxslərin, məsəl üçün bazarda bilirsiniz ki, bir çox kriptovalyuta proyektləri var, onlar ən çox haçaq pamplanır. İndi okey, bu bazarın ümumi qalxışını qoyaq bir kənara. Əsasən bir məşhur, məsəl üçün, bu günlərim durub Toncoin-i paylaşanda və ya Shiba-nı paylaşanda həmən valyutalarda ciddi şəkildə artımlar olur. Həmçinin Enso proyektini də bu şəkildə düşünə bilərik ki, MrBeast bu valyutanı paylaşsa ki, artıq yəni izləməyə alıb, bunu paylaşsa avtomatik Elon Musk da MrBeast-in paylaşdığı kriptovalyutanı paylaşacaq. Çünki Elon Musk'ın özü belə MrBeast-i izləyir. Və təbii ki, Binance-ın CEO-su, keçmiş CEO-su, hal-hazırda Asterix-in arxasında olan CZ. Əgər ki, MrBeast bu valyutanı paylaşsa, ekstradan CZ də bu valyutanı paylaşacaq. Yəni ki, MrBeast-in bu valyutanı mənə elə gəlir ki, bu arada bu mənim tamamən fikirlərimdir, boşuna izləməz. Həm Enso proyekti proyekt baxımından boş bir proyekt deyil. Ekstrada çox dünyada yəni ən güclü influencer tərəfindən, ən çox kütləyə sahib olan bir adam tərəfindən izlənilir. Yəni düşünün ki, bu adam bir paylaşım etsə, səsi bunun 100 milyonlarla kütləyə çatır. Və siz hamıdan qabaq bu valyutanı kəşf edib, əgər bu reklam etmədən qabaq kəşf edib alsanız, əlbəttə ki, nə olur? Çox ciddi bir valyutaya pump gəlir. Yəni düşün, bu valyutanı 10 milyon adam alırsa, sən ilk 100 minlikdəsənsə, 100 qatından çox xeyir götürürsən.
Başa düşdün? Çünki sənin üzərinə alıcılar gəlir. Sənin üzərinə alıcılar gəldikcə sən qazanc əldə edirsən. Başa düşdün? Əlindəki valyutanın dəyəri çox necə deyim, 1/100 olur bu şəkildə. Hə, işin riski hansı tərəfdədir dostlarım, bunu da deyim. Ola bilsin, indi MrBeast bunu izləyir, gələcəkdə paylaşsın. Başa düşdün? Ola bilsin, heç ümumiyyətlə paylaşmasın. Bəs onda nə olacaq? Onda təbii ki, dostlarım, gözlədiyimiz qazancı götürməyəcəyik. Ancaq belə deyim də, gözləyəcəyik ki, proyekt inkişaf eləsin, proyekt öz yatırımçılarını yığmağa başlasın. Yəni ki, bu işlər bu şəkildə olur. Hə, burada yenə də deyirəm, düşünün ki, bir risk alırıq. Aldığımız risk nədir? Əgər bunu MrBeast paylaşsa, bəli, bu valyuta həqiqi mənada deyirəm, ən son partlatdı. Qısaca yəni mən bunu deyə bilərəm. Bu günlərim təkrardan deyirəm, Bitget və Bybit, Gate.io, KuCoin, Binance Alpha, bütün MEXC də hətta bütün birjalar bir sözlə bu günlərin bu valyutanı paylaşacaq. Ancaq dostlarım, unutmayın ki, yenə də deyirəm, bu işdə baxın risk var. Olmadı belə, oldu elə. Hə, yatırıma dəyərmi? Əlbəttə ki, yatırıma dəyər bir proyektdir. Sağ olun, hələlik.